Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Narkotik vasitə Cənub Astara Gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Rusiyaya göyərti yük aparan nəqliyyat vasitəsində aşkarlanıb. Stasionar rentgen qurğusunda aparılan baxış zamanı şübhəli cizgilər müşahidə edildiyindən yük avtomobilinə kinoloji xidmətinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda yerləşdirilən gömrük nəzarətindən gizlədilən qablaşdırmaları ilə birlikdə ümumi çəkisi 51 kiloqram 941 qram, xüsusilə külli miqdarda narkotik vasitə marixuana aşkar edilib. Faktla bağlı araşdırma aparılır.